Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə birlikdə kanalımızın növbəti mövzu izahı olan çoxluqlar mövzu izahı ilə davam edirik. Deməli, ilk olaraq biz çoxluqlar anlayışı nədir? Yəni, çoxluq deyəndə nə başa düşürsünüz? İndi onun haqqında danışaq. Uşaqlar, çoxluq müəyyən elementlər toplusudur. Müəyyən elementlər toplusu deyəndə nə başa düşülür? Məsələn, deyirəm ki, tək ədədlər çoxluğu. Tək ədədlər çoxluğu. Yəni, buraya bütün tək ədədlər daxildir. Məsələn, 1, 3, 5, 7, 9 və s. Məsələn, deyə bilərəm ki, cüt ədədlər çoxluğu. Cüt ədədlər çoxluğu. Cüt ədədlər çoxluğu deyəndə burada 2, 4, 6, 8 və s. sonsuz sayda yaza bilərik. Yəni, çoxluq nə oldu uşaqlar? Çoxluq müəyyən elementlər toplusudur. Məsələn, yaza bilərəm burada şəhərlər toplusu. Şəhərlər toplusu deyəndə uşaqlar burada nə nəzərdə tutulur? Məsələn, Bakı, Lənkəran, İstanbul. Yəni, istədiyiniz qədər burada nümunə yaza bilərsiniz. İndi isə biz çoxluqlarda istifadə olunan işarələrlə tanış olaq uşaqlar. Daxil olma, belə deyək. Daxil olma əməli. Daxil olma əməli nə deməkdir? Daxil olma əməli. Uşaqlar, baxın. Əgər siz bu işarəni görsəz, bu deməkdir ki, həmin element bu çoxluğa daxildir. Yəni, bu daxildir deməkdir. Nə deməkdir bu, müəllim? Məsələn, mən bir A çoxluğu yazıram. A çoxluğunun elementləri 1, 2, 3, 4-dür. Düzdür? Yəni, bu 3 daxildir A çoxluğuna. Yəni, 3 A çoxluğunun elementidir. 4 daxildir A çoxluğuna. 2 daxildir A çoxluğuna. Yəni, bunun mənası budur. Bir də var ki, daxil deyil. Daxil deyilin işarəsi də uşaqlar baxın bu şəkildədir. Yəni, bunun mənası daxil deyil deməkdir. Eyni nümunəni bura yazsaq, məsələn, 1, 2, 3, 4. Baxın uşaqlar, bunun içində 1-dən 4-ə qədər olan rəqəmlər var. Düzdürmü? Mən məsələn yazsam ki, A daxildir. Daxil deyil, daha doğrusu A. Yəni, A çoxluğunun elementi deyil. Bunun mənası budur uşaqlar. Sonra sizinlə danışaq, boş çoxluq nədir? Uşaqlar, boş çoxluq deyəndə heç bir elementi olmayan çoxluqdur. Deməli, heç bir elementi olmayan çoxluğa biz boş çoxluq deyirik. Nümunə olaraq nə deyə bilərik? Məsələn, sıfırdan kiçik natural ədədlər çoxluğu. Sıfırdan kiçik natural ədədlər çoxluğu nə deməkdir? Yəni, biz bilirik ki, natural ədədlər bizim gündəlik saymaq üçün istifadə etdiyimiz rəqəmlər olduğuna görə, yəni ədədlər olduğuna görə 1-dən başlayırıq, sonsuzluğa kimi gedirik. Ona görə də bizim sıfırdan kiçik natural ədədimiz yoxdur. Aydındırmı? Artıq onlar tam ədədlərin içində gedir. Boş çoxluğun işarəsi də uşaqlar baxın bu şəkildədir. Ondan sonra sizinlə danışaq çoxluğun gücü. Çoxluğun gücü nədir? Çoxluğun gücü çoxluğun elementlərinin sayına çoxluğun gücü deyil. Yəni, çoxluğun elementlərinin sayı çoxluğun gücüdür. Məsələn, A çoxluğu yazıram. Bunun elementləri 1, 2, 3, 4. 4 dənə elementi varsa, mən bunu çoxluğun gücü, məsələn, desəm ki, 4-dür, bunu belə yazacağam. NA bərabərdir 4. Məsələn, B çoxluğu yazıram. A, B, C, D. Düzdür? Burada mən də E yazaram ki, NB bərabərdir 5. Yəni, çoxluğun gücü nə oldu?
çoxluğun elementlərinin sayına çoxluğun gücü deyilmiş oldu. İndi sizinlə danışaq uşaqlar, sonlu çoxluq nədir? Uşaqlar, sonlu çoxluq. Elementlərinin sayı sonlu olan çoxluqdur. Sonlu olan çoxluqdur. Yəni, o müəyyən bir yerdə artıq dayanır. Məsələn, deyirəm ki, ondan kiçik cüt natural ədədlər çoxluğu. Ondan kiçik cüt natural ədədlər çoxluğu deyəndə mən buradan başlayacağım 2, düzdürmü? Sonra 4, 6, 8. Yəni, bu oldu mənim ondan kiçik cüt natural ədədlər çoxluğum. Artıq başqa ədəd yaza bilmirəm. Çünki mən özüm şərt vermişəm ki, ondan kiçik olsun və cüt natural ədəd olsun. İndi isə sizinlə danışaq. Növbəti isə sonsuz çoxluqlar nədir? Uşaqlar, sonsuz çoxluqlar elementlərinin sayı sonsuz olan çoxluqdur. Yəni, sən onu saydığın zaman o çoxluq üçün müəyyən bir son yoxdur. Yəni, sonsuz uzanır. Elementlərinin sayı sonsuz olan çoxluğa sonsuz çoxluq deyilir. Elementlərin sayı sonsuz olan çoxluq. Nümunə nə göstərə bilərik? Uşaqlar, baxın, natural ədədlər çoxluğu. Natural ədədlər dərs zamanında dedik ki, natural ədədlər sonsuz saydadır. Aydındırmı? Yəni, natural ədədlər çoxluğunu mən sonsuz çoxluğa misal göstərə bilərəm. Sonra, tək ədədlər çoxluğu. Tək ədədlər natural ədədlərin içində getdiyinə görə onlar da sonsuz saydadır. Ona görə tək ədədlər çoxluğu da sonsuz çoxluğa nümunə ola bilər. Məsələn, yaza bilərəm ki, 2-yə bölünən ədədlər çoxluğu. 2-yə bölünən ədədlər çoxluğu, bu da sonsuz çoxluğa nümunə ola bilər. İndi isə danışaq, eyni güclü çoxluqlar nədir? Deməli, eyni güclü çoxluqlar. Eyni güclü çoxluqlar nədir uşaqlar? Biz bayaq dedik ki, çoxluğun gücü o idi ki, çoxluğun elementlərinin sayı çoxluğun gücü adlanırdı. Düzdürmü? İndi isə eyni güclü çoxluqlar nədir desək, bu zaman yazacağıq ki, belə deyək, elementlərinin sayı eyni olan çoxluqlardır. Deməli, elementlərinin sayı eyni olan çoxluqlar, eyni güclü çoxluqlar adlanır. Eyni güclü çoxluqlara nümunə olaraq, məsələn, mən yaza bilərəm buradan. A çoxluğunun elementləri, tutaq ki, X, Y, Z, Y. B çoxluğunun elementləri A, B, C, D. Düzdürmü? A-nın neçədən elementi var? A-nın 4 dənə elementi var. B-nin neçə elementi var? B-nin də 4 dənə elementi var. Hər ikisinin 4 elementi olduğuna görə bunların gücləri eynidir. Yəni, ona görə də biz bunlara deyəcək ki, A və B çoxluqları eyni güclü çoxluqlardır. Sonra biz sizinlə danışaq uşaqlar, hesabi çoxluqlar nədir? Uşaqlar, hesabi çoxluq dedikdə, natural ədədlər çoxluğu ilə ekvivalent olan çoxluqlardır. Deməli, natural ədədlər çoxluğu ilə ekvivalent olan çoxluqlara hesabi çoxluqlar deyilir. Ekvivalent olan çoxluqlardır. Nə deməkdir bu? Məsələn, yazıram buradan tək ədədlər çoxluğu. Tək ədədlər çoxluğu. Uşaqlar, tək ədədlər natural ədədlərin içində getdiyinə görə, yəni natural ədədlərə daxil olduğuna görə tək ədədlər çoxluğu ilə, yəni bu natural ədədlər çoxluğu bir-biri ilə hesabi çoxluqlar adlanır. Ondan sonra yaza bilərəm cüt ədədlər çoxluğu. Sonra yaza bilərəm 3-ə bölünən ədədlər çoxluğu.
3-ə bölünən ədədlər çoxluğu. Yəni bunların hamısı natural ədədlərin daxilində getdiyinə görə hesabi çoxluqlardır. İndi isə uşaqlar sizinlə danışaq bərabər çoxluqlardan. Bərabər çoxluqlar nədir? Deməli, bərabər çoxluqlar odur ki, uşaqlar yalnız düzülüşünə görə fərqlənir. Deməli, nəyə görə fərqlənir? Yalnız düzülüşünə görə fərqlənən çoxluqlardır. Yəni, elementlərinin sadəcə düzülüşünə görə fərqlənir. Yəni, başqa fərqli bir cəhətləri yoxdur. Ona görə də bunlar bərabər çoxluqlardır. Bərabər çoxluqlara, məsələn, nümunə olaraq mən necə nümunə göstərə bilərəm? Məsələn, A çoxluğunun elementi, tutaq ki, A, B, C, düzdürmü? A, B, C yazmıram. Məsələn, yazıram 1, 2, 3, 4, düzdürmü? B çoxluğunun elementi 4, 3, 2, 1. C çoxluğunun elementi 3, 1, 4, 2. Düzdür. Yəni, istədiyim qədər buradan müəllim yaza bilərikmi? Bunun üçün düstur var. Təbii ki də 2 saat oturub, burada neçə dənə bərabər çoxluq yaratmaq olar, onu saya bilmərik. Çünki vaxtımız gedir, imtahanda bizim vaxtımız azdır. Ona görə də uşaqlar qayda var ki, əgər n elementi varsa o çoxluğun, yəni n elementli çoxluğun, bizdə n faktorial sayda bərabər çoxluğu var. N faktorial sayda bərabər çoxluğu var. Müəllim, n faktorial nədir? Necə açılır? Necə yazacaq onu? İndi onu da danışacaq, narahat olmayın. Bərabər çoxluğu var. Məsələn, baxıram ki, burada mənim çoxluğumun 4 dənə elementi var. Düzdürmü? 4 elementli çoxluğun mən deyəcəm ki, buradan 4 faktorial sayda bərabər çoxluğu var. 4 faktorial nə deməkdir? 4 faktorial sayda bərabər çoxluğu var. Uşaqlar, 4 faktorial 4 vur, 3 vur, 2 vur, 1 deməkdir. Yəni 4-dən başlayırsınız 1-ə qədər. O da bizə verdi 24. Məsələn, 5 elementi olsaydı o çoxluğun. Məsələn, yazsaydım ki, buradan 5 elementli çoxluğun. Düzdür? 5 elementli çoxluq yazsaydım buradan, o zaman olacaqdı 5 faktorial, yəni 5 vur 4, vur 3, vur 2, vur 1. Bu da bizə verərdi 120. Yəni, əgər sənin çoxluğunun 5 dənə elementi varsa, sən 120 dənə bərabər çoxluq yaza bilərsən. Baxın, bu 5 dənə elementdir. 6 dənə ola bilər, 7 dənə ola bilər. Yəni, siz bunu oturub bir-bir imtahanda hesablasaz, sizin elə vaxtınız buna gedəcək. Ona görə də gül kimi düstur var. Öyrənirsiniz, gedirsiniz imtahanda 2 saniyəyə bu misalı həll edirsiniz. Bu oldu bərabər çoxluqlar. İndi isə sizinlə danışaq uşaqlar alt çoxluqlardan. Düzəldək. Alt çoxluqlar. Alt çoxluq nədir uşaqlar? Alt çoxluğudur ki, əgər A-da olan element, belə deyək, A-da olan element, əgər B-də olarsa, A-da olan element həm də B-nin də elementi olarsa, yəni B-yə də daxil olarsa, bu zaman deyirik ki, A, B-nin alt çoxluğudur. Yəni, A-da olan element həm də B-nin də elementi olarsa, AB-nin alt çoxluğudur. Alt çoxluğu uşaqlar biz işarə etsək, AB-nin alt çoxluğu bu şəkildə göstərilmiş olacaq. İndi, bəs onu diaqramda necə təsvir edəcək uşaqlar? Baxın, bu sizin A çoxluğu, bu da sizin, tutaq ki, çöldə olan çoxluq B-nindir, içəridə olan isə A-nındır. Baxın, uşaqlar, mən bunu buradan göstərsəm, bu şəkildə. Bu A çoxluğu, bu da sənin B çoxluğundur ki, A-nın elementi həm də B-yə də daxil olduğuna görə AB-nin alt çoxluğudur. Nümunə göstərək. Məsələn, A çoxluğunun elementləri 1, 2, 3-dür. B çoxluğunun elementləri 1, 2, 3, 4, 5, 6-dır. Baxıram ki, buradan
A-nın elementi, baxıram ki, buradan A-nın elementi həm də B-nin də içində var. Çünki baxın, burada 1, 2, 3 var. Burada da 1, 2, 3 var. Ona görə mən buradan deyə bilirəm ki, A, B-nin alt çoxluğudur. Bunu deyə bilirəm. İndi alt çoxluğun xassələri var uşaqlar. İndi onlardan danışaq. Alt çoxluğun xassələrindən birincisi budur ki, hər bir çoxluq özünün alt çoxluğudur. Hər bir çoxluq özünün alt çoxluğudur. Yəni bunun mənası nədir? Yəni biz dedik ki, əgər A-da olan element B-də də varsa, bu zaman deyirik ki, A B-nin alt çoxluğudur. İndi hər bir çoxluq da öz-özlüyünün alt çoxluğu ola bilər. Yəni bu deyir ki, məsələn, alt çoxluğunun elementləri 1, 2, 3-dürsə, bu 1, 2, 3 özünün alt çoxluğudur. Aydındırmı? Sonra mən deyə bilərəm ki, buradan boş çoxluqda hər bir çoxluğun alt çoxluğudur. Hər bir çoxluğun alt çoxluğudur. Aydındırmı? Yəni, hər bir çoxluq özünün alt çoxluğu olur və boş çoxluq da hər bir çoxluğun alt çoxluğu olmuş olur. Bunu da bu şəkildə göstərə bilərik. Yəni, A-nın alt çoxluğudur və boş çoxluq da A-nın, məsələn, A ola bilər, B ola bilər, fərqi yoxdur. Mən A yazdım. Alt çoxluğu olacaq. İndi isə uşaqlar nümunə göstərək. Nümunəmiz, məsələn, belədir ki, A çoxluğu sənə verilib. A, B, C. Deyir ki, bu çoxluğun neçə alt çoxluğu var? İndi, neçə alt çoxluğu var? İndi biz bunu bir düstursuz halda yazaq, yəni onun qaydasını göstərək. Sonra onun düstur yolu var ki, rahat və istirahət, yəni rahat formada onu yaza bilərsiniz. 2 saniyəyə misalı həll edəcəksiniz. Deməli, A çoxluğu verilib, ABC çoxluğunun. Deyir ki, neçə alt çoxluğu var? İndi uşaqlar, baxın, bu 3 elementli bir çoxluqdur. Düzdürmü? Bu 3 elementli çoxluğun 1 elementli alt çoxluğu ola bilər. Nə ola bilər? 1 elementli alt çoxluqları ola bilər. Bu 1 elementli alt çoxluqlar nə deməkdir? Baxın, buradan A-nı görürsünüz. A elementi alt çoxluğunun alt çoxluğudur. Düzdürmü? Yəni, burada balaca 1 elementli bir çoxluq yaradırıq. Baxın, bu A çoxluğunun alt çoxluğudur. Düzdürmü? Məsələn, yaza bilərəm ki, buradan A yazmıram, başqa bir şey də yaza bilərəm, fərqi yoxdur. Çalışmayın sadəcə uşaqlar. Burada mən B yazsam ta ki, B-dən təşkil olunmuş bir çoxluq yazsam, bu B A-nın alt çoxluğu ola bilər. Həmçinin C də A-nın alt çoxluğu olmuş ola bilər. Yəni, bu 1 elementli alt çoxluqlar oldu. İndi isə bunun 2 elementli alt çoxluqları var. 2 elementli alt çoxluqlar. Uşaqlar, 2 elementli alt çoxluqlar deyəndə nə nəzərdə tutulur? Məsələn, AB. Düzdür uşaqlar, AB. AB-də olan elementlər, yəni AB çoxluğunda olan elementlər, ABC-də də olduğuna görə, yəni ABC çoxluğunda olduğuna görə bu bunun alt çoxluğu olur. Eyni qayda ilə BC yazıram. BC çoxluğunda olan elementlər ABC çoxluğunda, bax görürsünüz bunu uşaqlar, bu çoxluğda olduğuna görə bu çoxluq bunun alt çoxluğu olur. Eyni zamanda AC yazdım. AC-dən ibarət bir çoxluq yazdım. Bu çoxluğun elementləri həmçinin ABC-dən təşkil olunmuş çoxluğun elementlərindən olduğuna görə, yəni ondan ibarət olduğuna görə onun alt çoxluğu olmuş olur. Bu da oldu 2 elementli alt çoxluqlar. Düzdürmü? Bax, buraya qədər neçədən element alt çoxluğu aldıq? 1, 2, 3, 4, 5, 6 dənə alt çoxluq almış olduq. Yaxşı. Bunun var 3 elementli alt çoxluqları. 3 elementli alt çoxluq artıq bir dənə sadəcə olacaq. 3 elementli alt çoxluqlar. Bura daxildir A, B, C. A, B, C-də olan elementlər, uşaqlar baxın, bu çoxluqda olan elementlər bizim əsas çoxluğumuz A, B, C deyildi. Burada da daxil olduğuna görə bunlar alt çoxluqlardır və biz alt çoxluğun qaydalarında nə dedik? Hər bir çoxluq özünün alt çoxluğudur. Ona görə biz buradan ABC-ni götürdük. Bizim çoxluğumuz ABC-dən təşkil olunduğuna görə və nə dedik? Bir də boş çoxluğumuz var ki, uşaqlar, boş çoxluqda hər bir çoxluğun alt çoxluğu olduğuna görə
Boş çoxluq da bu çoxluğa daxil, onun alt çoxluğu olmuş olur. Və ümumilikdə yuxarıda 6 dənə, aşağıda da 2 dənə aldıq. 8 dənə alt çoxluğumuz oldu. 8 alt çoxluq oldu. Yaxşı müəllim. İndi burada bizim 3 dənə elementimiz vardı, 8 dənə aldıq. İndi bu imtahanda 5 element verə bilər, 6 element verə bilər. İndi biz oturub hamısını bir-bir mi yazacağıq? Təbii ki də xeyr. Bunun düsturu var ki, uşaqlar. N elementli çoxluğun, N elementli olan çoxluğun 2 üstündə N sayda, 2 üstü N sayda alt çoxluğu var. 2 üstü N sayda alt çoxluğu var nə deməkdir? 2 üstü N sayda. Məsələn, tutaq ki 3 dənə element. Düzdürmü? Bayaqdan onu hesablayırıq. 3 dənə element isə N-in yerinə 3 qoyursunuz. Olur 2 üstü 3. 2 üstü 3-dəki 2 vur 2 vur 2 deməkdir. O da bizə verir 8. Və 2 saniyədə bu misalı həll etmiş olduq. Yəni tapdıq ki, bunun neçə dənə alt çoxluğu var. Yəni düsturu bildiyimiz zaman işimiz rahatlaşır. İndi isə danışaq sizlə çoxluqların birləşməsi, çoxluqların kesişməsi. İndi onlara da keçək. Uşaqlar, çoxluqların birləşməsi nədir? Tutaq ki, 2 çoxluq verib A və B. Yəni 3 dənə də verə bilər, 4 dənə də verə bilər. Fərqi yoxdur. Biz 2 dənə ilə başlayırıq. Çoxluqların birləşməsi odur ki, uşaqlar. Yəni A və B çoxluqlarının bütün elementlərindən təşkil olunur. Deməli, A və B-nin bütün elementlərindən təşkil olunan çoxluqdur. Deməli, A və B-nin bütün elementlərindən təşkil olunan çoxluqların birləşməsi deyilir. Çoxluqların birləşməsini biz A birləşsin B kimi işarə edilir. Çoxluqların birləşməsini indi biz diaqramlar üzərində təsvir etsək uşaqlar. Ondan əvvəl bir misal nümunəsi göstərək diaqrama keçməzdən əvvəl. Məsələn, A çoxluğunun elementləri 1, 2, 3, B çoxluğunun elementləri 1, 2, 3, A, B, 7, 8 tutaq ki. Düzdürmü? İndi məndən bunun birləşməsini istəyirsə, baxıram ki, burada 1 var, burada da 1 var. Götürdüm 1-i. Burada 2 var, burada da 2 var, götürdüm 2-ni. Burada 3 var, burada da 3 var, götürdüm 3-ü. Və burada nə qaldı? A, B, 7, 8. Onu da əlavə edirəm onun yanına. Yəni, onda da 1 var, bunda da 1 var. 2 dənə 1 kimi götürəcəyik? Xeyr. Yəni, 2 dənə eyni olanı biz nə edirik? 1 dənə kimi götürürük. Deməli, bu nə oldu? Çoxluqların birləşməsi. İndi isə uşaqlar, çoxluqların birləşməsində diaqramlarda təsvirlə baxaq ki, necə olacaq. Əgər A və B kəsişirsə nə deməkdir? Yəni, A və B-nin ortaq elementləri varsa, əgər A və B-nin ortaq elementləri varsa, A və B-nin kəsişməsi baxın bu şəkildə olacaq. A və B-nin kəsişməsi. Baxın, bu sizdə 1, bu da digər çoxluq. Baxın, uşaqlar, ortaq elementlər var. Düzdürmü? Ortaq element haradır? Bax, bu hissə. Bu hissə onun ortaq element olan hissəsidir ki, ortaq elementi var. Bura A deyirəm, burada B deyirəm. Və bu nə olur? Bizdə əgər A və B kəsişirsə, çoxluqların birləşməsi. Yaxşı, bəs A və B əgər kəsişmirsə nə deməkdir? Yəni, ortaq elementləri yoxdur. Əgər ortaq elementləri yoxdursa, bu zaman, baxın uşaqlar, kəsişməyəcək və nə edəcəksiniz? Sadəcə A-da da, B-də də olan nə varsa hamısını götürəcəksiniz. A-da və B-də nə varsa hamısı burada götürülmüş olacaq. Deməli, bu nə oldu? Çoxluqların birləşməsi. İndi isə çoxluqların birləşməsindən növbəti
hissəyə keçək. Məsələn, deyəsə ki, bizə B-nin alt çoxluğudursa, B-nin alt çoxluğudur nə deməkdir? Yəni, A-da olan element A-da olan B-də də var deməkdir. B-də də var. Bəs bu necə olacaq uşaqlar? Baxın. Baxın, A-da olan element B-də də var. Yəni, A, B-nin alt çoxluğunu biz bu şəkildə göstərəcəyik. Əgər A-nın elementi B-yə də daxildirsə, bu zaman onların birləşməsi nə olacaq? B çoxluğunu verəcək. Yəni, A, B-nin alt çoxluğudursa, A ilə B-nin birləşməsi bizə B-ni verir. Müəllim, necə olur? Nümunə göstərək. Göstərək, təbii ki də. Məsələn, A-nın elementləri 1, 2, 3-dür. B-nin elementləri 1, 2, 3, 4, 5, 6-dır. Görürsünüz ki, A-da olan element nədir? Həm də B-nin içində də var, düzdür? Ona görə mən onların birləşməsini yazsam, birinci ortaqları götürəcəm, 1, 2, 3-ü götürəcəm. Sonra yerdə nə qaldı? 4, 5, 6. Bu hansı çoxluğun elementləridir uşaqlar? Baxın, B çoxluğunda olan elementlərdir, düzdür? Ona görə biz deyirik ki, əgər A, B-nin alt çoxluğudursa, A ilə B-nin birləşməsi bizə B çoxluğunu vermiş olur. İndi isə çoxluğun birləşməsinin xassələrinə baxaq. Çoxluğun birləşməsinin xassələri nədir? Hansılardır? İndi onlardan danışaq. Çoxluğun birləşməsinin xassələri. Birinci, A çoxluğu ilə A çoxluğunu birləşdirdiyin zaman elə sənə A çoxluğunu verəcək. Yəni, eyni elementdir. Yəni, bərabər çoxluqlardır, yəni bunlar. Düzdürmü? Yəni, bunları birləşdirdiyin zaman yenə eyni elementlər alınacaq. Ona görə həmin çoxluğun özü alınır. Sonra mən A çoxluğu ilə bir boş çoxluğu birləşdirsəm, düzdürmü? Yəni, boş çoxluq nədir? Heç bir elementi olmayan çoxluqdur. Düzdür? Sənə nəyi verəcək? Elə A-nın özünü verəcək də. Baxın, A çoxluğunun tutaq ki, elementləri 1, 2, 3-dür. Boş çoxluqdakı heç bir elementi yoxdur da. Sən tutaq ki, bunları birləşdirsən, nə olacaq? Bunun heç bir elementi yoxdur. Ona görə heç nə yaza bilmirsən. Bunların birləşməsi sənə nə verir? 1, 2, 3. Bu 1, 2, 3 də şərtdə dedik ki, A-nın elementidir. Yəni, elə A-nın özünü verir. Buna bir nümunə göstərsək, məsələn, A çoxluğunun elementləri deyirəm ABC-dir. Hə, sən indi ABC ilə ABC-ni birləşdir. Nə verəcək sənə? Elə ABC-nin özünü verir. Yəni, A çoxluğunu elə verir. Ona görə də deyirik ki, A çoxluğu ilə A çoxluğunu birləşdirəndə sənə A çoxluğunu, yəni çoxluğun özünü verir. Əgər sən bunu boş çoxluqla birləşdirsən, yenə çoxluğun özünü verir. Yaxşı, indi sən burada yazsan ki, A ilə B-nin birləşməsi elə B ilə A-nın birləşməsi deməkdir. Nə deməkdir bu? Ta ki, sənin A çoxluğunun elementləri 1, 2, 3. B çoxluğunun elementləri A, B, C-dir. Sən bunları birləşdirsən əgər, nə var, nə yox, hamısını tökəcəksən bura. 1, 2, 3 yazacaqsan, sonra A, B, C yazacaqsan. Düzdür, bu da A ilə B-nin birləşməsi. Yaxşı, bəs B ilə A-nın birləşməsi nə olacaq? Yenə də A, B, C, sonra 1, 2, 3. Nə oldu, nə dəyişdi? Bir-birindən yalnızca düzülüşünə görə fərqləndi. Düzülüşünə görə fərqlənən çoxluqlar da bərabər çoxluqlardır. Yəni, bunlar elə bir-birinə bərabərdir. Elə biz də şərtdə nə yazmışıq? A ilə B-nin birləşməsi elə B ilə A-nın birləşməsi deməkdir. Ona görə də eyni şey verir sizə uşaqlar. Sonra mən yazsam ki, buradan A birləşsin B, o da birləşsin C. Bizə nə verəcək uşaqlar? A birləşsin B ilə C-nin birləşməsi elə verəcək. Aydındır mı? Yəni, mötərizəni hesab elə vurub açırsınız ya da paylama qanunu. Belə bununla da demək olar. Məsələn, nümunə göstərək. A çoxluğunun elementləri 1, 2, 3-dür. B çoxluğunun elementləri ABC-dir. C çoxluğunun da elementləri tutaq ki, X, Y, məsələn, 2-dir deyirəm. X, Y, 2-dir. İndi mən tutaq ki, buradan bunu yazıram. Buna əsasən yazıram. A ilə B-nin birləşməsi. A ilə B-nin birləşməsi dedikdə, burada nə varsa hamısını yazıram bura. 1, 2, 3, A, B, C. Düzdürmü? Sonra onu da birləşdirirəm C çoxluğu ilə. C çoxluğunda nə idi? X, Y, 2.
Düzdür? Bunu birləşdirəndə alınan cavab 1, 2, 3. A, B, C, X ilə Y. Bu oldu bizdə bunun cavabı. A birləşsin B, birləşsin C. Yaxşı, indi digərini hesablayıram. A birləşsin B ilə C-nin birləşməsi. İndi bu B ilə C-nin birləşməsi nə idi uşaqlar? Baxın. Bu B çoxluğu, bu da C çoxluğu. Bunları birləşdirəndə alaram ki A, B, C, X, Y, 2. Bu da sənin A çoxluğun. 1, 2, 3. Bunları birləşdirəndə bizə nə verir? 1, 2, 3. A, B, C, X, Y. Vəssalam. Bax, buradakı ilə bu eynidir. Ona görə deyir ki bizə A birləşsin B, onu da C ilə birləşdirəndə alınan cavab A ilə BC-nin birləşməsinin ümumi birləşməsinin mənasını verir. Ümid edirəm fikrimi çatdıra bilmişəm uşaqlar. Yəni çətin qayda deyil. Sadəcə olaraq mötərizədə yazılanları bir birləşdirirsiniz, sonra çöldə olanlarını ayrı birləşdirirsiniz. Yəni eyni məna verir sonda sizə. İndi isə çoxluqların kəsişməsi. Çoxluqların kəsişməsi nədir uşaqlar? İndi ona baxaq. Çoxluqların kəsişməsi. Çoxluqların kəsişməsi nədir? Kəsişmə deyəndə uşaqlar, A və B çoxluqlarının ortaq elementlərindən ibarət olan çoxluqdur. Deməli, A və B-nin ortaq elementlərindən ibarət olan çoxluqların kəsişməsi deyilir. Kəsişməni biz bu şəkildə işarə edəcəyik uşaqlar. İndi isə keçək kəsişmənin diaqram üzərində necə göstərəcəyik, indi onlara baxaq. İndi belə deyək, əgər diaqramlar kəsişirsə, yəni A və B çoxluqları kəsişirsə, yəni onların ortaq elementləri varsa, A və B çoxluqları kəsişirsə, bunu biz diaqramda hansı hissəsini göstərəcəyik uşaqlar? Baxın, bu bizdə kəsişmə olan hissə, baxın burada. Yaxşı, bəs A və B kəsişməsə, A və B kəsişmirsə, onların kəsişməsini biz necə göstərəcəyik? Bax, adı üstündə nə deyir? Kəsişmirsə. Kəsişmirsə o deməkdir ki, yəni bunların ortaq elementləri yoxdur. Ortaq elementləri yoxdursa, onların kəsişməsi boş çoxluq verəcək. Bu qədər. İndi isə alt çoxluq olarsa necə olacaq? Əgər A B-nin alt çoxluğu olarsa, əgər A B-nin alt çoxluğudursa, baxın, A B-nin alt çoxluğudursa, yəni A-da olan element B-də də varsa, mənası budur. Yəni A-nın elementi B-də də varsa. Bu zaman bunların kəsişməsi, uşaqlar baxın, sadəcə A olacaq. Yəni A-da olan element B-də də var. Yəni hər ikisində olan element harda yığışıb? A-da. Düzdür? Hamısı A-da yığışıb. Çünki B-nin elementi ilə A-nın elementinin ortağı budur. Çünki A B-nin alt çoxluğudur deyir. Ona görə də yazırıq ki, A B-nin alt çoxluğu olarsa, A ilə B-nin kəsişməsi elə A-nın özünü verir. Bu qədər. İndi isə gələk çoxluqların kəsişməsinin xassələri. Çoxluqların kəsişməsinin xassələri deyəndə, indi onlara baxaq. Xassələri. İlk olaraq bunu deyək ki, A ilə A-nın kəsişməsi. Yəni A-da da olsun, A-da da olsun. Yəni eyni şey soruşur. Nə verəcək? Elə A-nın özünü verəcək. A-nın elementləri 1, 2, 3-dür. Düzdürmü? Elə bunların bir dənə də A çoxluğu yazıram.
1, 2, 3 eynidir də, yəni bərabərdirlər bunlar. Bunların kəsişməsi nə olacaq? Yəni ortaqları nə olacaq? 1, 2, 3-ü verəcək. 1, 2, 3 elə bizdə nə idi? A çoxluğu idi. Ona görə də A ilə A-nın kəsişməsi bizə nə verir? Elə A çoxluğunu verir. Yaxşı, mən bunu boş çoxluqla kəsişdirsəm, yəni boş çoxluq nədir? Yəni bunun heç nəyi yoxdur. Düzdürmü? Sən tutaq ki, elementlərin var 1, 2, 3. Digər çoxluğun heç nəyi yoxdur. Yəni boş çoxluqdur. Bunlar üçün ortaq nə seçə bilərsən? Heç nə seçə bilmirsən. Ona görə də A ilə boş çoxluğun kəsişməsi sənə boş çoxluq verir. Sonra A ilə B-nin kəsişməsi elə sənə B ilə A-nın kəsişməsini verir. A ilə B-nin kəsişməsi deməli sənə nə verir? Elə B ilə A-nın kəsişməsini verir. Nümunə göstərək. A çoxluğunun elementləri 1, 2, 4, 6-dır. B çoxluğunun elementləri də 2, 4, 5-dir. Düzdür? İndi sən A ilə B-nin kəsişməsini yazsan, A ilə B-nin kəsişməsini yazsan, yəni ortaqlarını seçsən. A-da 2 var, B-də də 2 var. Burada 4 var, burada da 4 var. Ona görə də mən yazacağım ki, buradan 2 ilə 4 A ilə B-nin kəsişməsidir. Yaxşı, bəs B ilə A-nın kəsişməsi nə olacaq? Elə B ilə A-nın kəsişməsində də yenə də onların hər ikisində ortaq olanları götürdüyümüzə görə burada da 2, 4 olacaq. Yəni bunlar bir-birinə bərabər olmuş olur. Sonra mən yazsam ki, A kəsişsin B, onu da S ilə kəsişdirsəm əgər, bu mənə verəcək A kəsişsin, B kəsişsin, S. Bayaq yazdığımızdan eynidir. Məsələn, buna nümunə göstərə bilərik. Məsələn, A çoxluğu verib 1, 2, 3 ya da yazıram 5. 1, 2, 3, 5. B çoxluğu verib 2, 3, 7, 9. C çoxluğu verib 2, 4, 5. Bir də məsələn 7. İndi mən birinci nəyə baxıram? Baxın uşaqlar, birinci bərabərliyin sol tərəfinə baxıram. A kəsişsin B, o da kəsişsin S. Düzdür? İndi birinci A kəsişsin B-yə baxaq. A ilə B-nin kəsişməsində nələr var? A ilə B-nin kəsişməsində 2 var, 3 var. Düzdür? Başqa bir şey yoxdur. Ona görə də bura 2 ilə 3 yazıram. Sonra onu kəsişdirirəm. S-nin elementləri 2, 4, 5, 7 ilə. İndi 2, 3 ilə 2, 4, 5, 7-nin kəsişməsində yalnızca bir element var, o da 2-dir. Yəni bu bərabərdir 2-yə. İndi keçirik bərabərliyin sol tərəfinə. Bərabərliyin sağ tərəfində bizə A kəsişsin, B ilə S-nin kəsişməsi verilib. Düzdürmü? İndi B ilə S-nin kəsişməsinə baxıram. Buradan B ilə S-nin kəsişməsinə baxdıqda B-də olan və S-də olan ortaq elementlərə baxıram. Burada 2 var, burada da 2 var, burada 7 var, burada da 7 var. Ona görə mən deyə bilirəm ki, B ilə S-nin kəsişməsi 2 və 7-dən ibarətdir. İndi əgər mən bunu A ilə kəsişdirsəm, A-nın elementləri nədir? Uşaqlar, baxın, A-nın elementləri 1, 2, 3, 5-dir. Mən bunu bundan kəsişdirdiyim zaman burada 2 var, burada da 2 var və bunların bir dənə ortaq elementi olduğuna görə kəsişməsi nə oldu? 2 və görürəm ki, həqiqətən də bu düsturdan sağ tərəfdə olan kəsişmə ilə sol tərəfdə olan kəsişmənin cavabının 2 olduğunu görmüş olduq. Hər ikisində də cavabımız eyni oldu. Burada da 2 alındı, burada da 2 alınmış oldu. İndi isə uşaqlar, keçək növbəti bir qaydaya. Növbəti qaydamız budur ki, bayaq bunu qeyd elədik, xassələrdə də bunu qeyd eləyək ki, əgər A B-nin alt çoxluğudursa, yəni A B-nin alt çoxluğudursa, əgər A B-nin alt çoxluğu olarsa, A B-nin alt çoxluğu olarsa, A ilə B-nin belə deyək, kəsişməsi A-nı verəcək. Çünki A-da olan elementlər həm də B-də də var. Ona görə də burada kəsişmə bizə A çoxluğunun özünü verəcək. Yaxşı, bir də burada üçlü diaqramlar var uşaqlar. Üçlü diaqramlarda necə olacaq? Baxın, bu A çoxluğu, tutaq ki, bu A-dır, bu B-dir, bu da S çoxluğudur. Düzdürmü? Onların hər üçü üçün kəsişmə nöqtəsi, uşaqlar, baxın, bu hissə olacaq. Hər üçünün kəsişmə nöqtəsi, baxın, bu hissə olacaq. Bu da S çoxluğu olmuş oldu. İndi isə sizinlə çoxluqların fərqindən danışaq. Çoxluqların
fərqi. Uşaqlar, çoxluqların fərqi nədir? Məsələn, 2 dənə çoxluq götürürəm, A və B. Deyirəm ki, A çoxluğunun, belə deyək, A çoxluğunda olsun, qısa və konkret deyirəm, A çoxluğunda olsun, B-də olmasın. A çoxluğunda olan və B-də olmayan çoxluqlar A və B çoxluqlarının fərqidir. Buna nə deyilir? A və B çoxluqlarının fərqi deyilir. A və B çoxluqlarının fərqini biz bu şəkildə ifadə edirik. Əgər A-da olub, B-də yoxdursa. Yox desəydi ki, B-də olsun, B-də olsun. A-da olmasın. Əgər desəydi B-də olub, A-da olmasın, o zaman bunu da B çıx A bu şəkildə göstərəcəkdik. Aydındırmı? Nümunə göstərək. Məsələn, A çoxluğunun elementləri A, B, ta ki 2, düzdürmü? B çoxluğunun elementləri də ki A, B, C, D. Düzdür? İndi mən deyirəm ki, A ilə B-nin fərqini tap. A ilə B-nin fərqini tapdığımız zaman, yəni sırf A-da olsun, amma B-də olmasın deyiriksə, burada sadəcə bir element var ki, A-da var, amma B-də yoxdur. Çünki burada A çoxluğunda A var, B çoxluğunda da A var, B çoxluğunda da, daha doğrusu A çoxluğunda B var, B çoxluğunda da B var. Onda bir dənə olmayan burada 2-dir. Ona görə də A ilə B-nin fərqi bizə nə verir? 2-ni vermiş olur. Yaxşı, bəs bunu diaqramda təsvir etsək necə olacaq? Uşaqlar, baxın, əgər A və B kəsişirsə, A və B kəsişirsə, A ilə B-nin fərqini biz necə göstərəcək diaqramda? Kəsişmə odur ki, yəni onların ortaq elementləri varsa, baxın, A ilə B-nin fərqi bu hissə olacaq. Baxın, bu hissə olacaq ki, əgər A və B kəsişirsə, onların fərqi bu şəkildə göstərilmiş olacaq. Əgər A və B kəsişmirsə, əgər A və B kəsişmirsə, bu zaman A ilə B-nin fərqi kəsişmirsə deyirsə, yəni onların ortaq elementi yoxdur deməkdir. Onda mən buradan A ilə B-nin fərqini tapsam, baxın uşaqlar, A ilə B-nin fərqi, əgər B ilə A-nın fərqi desəydi ayrı olacaqdı. A ilə B-nin fərqi deyəndə mən A çoxluğunun hamısını götürmüş olacağım. Bu da olacaq A və B çoxluqlarının fərqi əgər A və B kəsişmirsə. İndi isə biz danışaq sizdən, əgər A, B-nin bəs alt çoxluğu olarsa, uşaqlar necə olur? A, B-nin alt çoxluğu olarsa, A, B-nin alt çoxluğu olarsa. A, B-nin alt çoxluğu olarsa, uşaqlar, bunun diaqramda təsviri, baxın, belədir. Baxın. A, B. Yəni, A-da olan element B-də onsuz var. Düzdürmü? Ona görə də A ilə B-nin fərqi deyə bir şey yoxdur. Sırf A-da olsun, B-də olmasın. Bu, boş çoxluqdur. Elə bir şey yoxdur. Amma mən deyə bilərəm ki, B ilə A-nın fərqi var. B ilə A-nın fərqini də biz bu şəkildə ştrixləyəcəyik uşaqlar. B ilə A-nın fərqini də bu şəkildə ştrixləyəcəyik. Sırf B-yə qalan hissə. Çünki mən A ilə B-nin fərqi dedikdə, burada elə bir hissə yoxdur ki, sırf A-da olsun, B-də olmasın, elə bir hissəmiz olmadığına görə, mən buradan yalnızca B ilə A-nın fərqi olan hissəni ştrixləyə bilirəm. Və bu da ki, bizə bu hissəni vermiş olur. İndi isə biz sizinlə danışaq fərqin xassələrindən. Fərqin xassələri hansılardır? İndi onlara baxaq. Xassələr. Uşaqlar, A ilə A-nın fərqi bizə boş çoxluq verir. Yəni, bunun mənası odur ki, A-da olsun, A-da olmasın. Elə bir şey mümkündürmü? Yəni, A çoxluğunda olan element necə olur ki, A çoxluğunda olmasın? Ona görə biz bunu boş çoxluq kimi götürəcəyik. A ilə boş çoxluğun fərqi bizə A-nı verir. Yəni, bunun mənası odur ki, A-da olsun, amma boş çoxluqda olmasın. A-da olsun, boş çoxluqda olmasın. Bu, bizə elə A-nın özünü verir. Çünki boş çoxluq heç bir elementi olmayan çoxluqdur.
Sonra növbəti xassəmiz A ilə B-nin fərqi bərabər deyil B ilə A-nın fərqinə. Nə deməkdir bu? Yəni A-da olub B-də olmayan elementlə B-də olub A-da olmayan element bir deyil. Baxın, bunun oxunuşu necədir? A-da olub B-də olmayan element. Düzdürmü? A-da olub B-də olmayan, A-da olub B-də olmayan deməkdir. Bu isə, uşaqlar baxın, bu isə B-də olub, A-da olmayan deməkdir. İndi nümunə göstərəcək uşaqlar, nümunə üzərindən görəcəksiniz ki, həqiqətən də bunlar bir-birinə bərabər ola bilmir. Məsələn, A çoxluğunun elementi verib 1, 2, 3, 5, 7. B çoxluğunun elementi verir 2, 3, 7, 9. Düzdür? İndi mən A ilə B-nin fərqi yazsam, yəni A-da olub B-də olmayan. Baxın uşaqlar, A-da var 1, B-də yoxdur. Düzdür? A-da var 5, B-də yoxdur. Ona görə də mən buradan A-da olub B-də olmayana yaza bilərəm, yazıram daha doğrusu 1 ilə 5. Yaxşı, bəs B-də olub A-da olmayan necə olacaq? B-də olsun, A-da olmasın. İndi ona baxacağıq uşaqlar. Baxın, B-də 7 var, A-da da var, onu götürə bilmirik. B-də 9 var, amma A-da yoxdur. Düzdürmü? Ona görə B ilə A-nın fərqi də 9 oldu. Həqiqətən görürük ki, bunlar bir-birinə bərabər ola bilmir. Sonra, biz nədən danışacağıq uşaqlar? Çoxluqların, deməli, burada alt çoxluqlar haqqında bu qədər. Çoxluqların daha doğrusu fərqi haqqında bu qədər. Çoxluğun fərqi haqqında, yəni mümkün qədər nə varsa hamısını deməyə çalışdım. İndi isə son hissəyə gəldik uşaqlar. Çoxluğun birləşməsinin elementlərinin sayı. Çoxluqların birləşməsinin elementlərinin sayı. Nə deməkdir bu uşaqlar? Bu misal həllində də sizin qarşınıza çıxa bilər. Bunun üçün düsturlarımız var ki, əgər A və B kəsişirsə, yəni onların ortaq elementləri varsa, çoxluqların birləşməsini mən NA birləşsin B bərabərdir NA, üstəgəl NB çıxılsın NA kəsişsin B. Niyə onların kəsişməsini çıxdım ondan? Çünki A və B-nin kəsişməsi elə bir çoxluqdur ki, yəni A-nın və B-nin belə deyək, ortaq elementlərindən təşkil olunub. Düzdürmü? Yəni onsuz A-da var, plus B-də də var o. Yəni onu 2 dəfə yazmağın mənası yoxdur. Yəni onu 2 dəfə hesablamış olacaq. Ona görə də əgər A və B kəsişirsə, onların birləşməsinin elementlərinin sayını tapanda yazırıq NA, yəni A çoxluğunun elementlərinin sayı, A-nın elementləri sayı, üstəgəl B-nin elementləri sayı və onlardan çıxırıq onların kəsişməsinin elementlərinin sayını. Yaxşı, bəs A və B kəsişmirsə desə, A və B kəsişmirsə, bu zaman A ilə B-nin birləşməsi elə A çoxluğunda olan elementlə B çoxluğunda olan elementlərinin sayıları cəminə bərabər olmuş olacaq. Çoxluqlar haqqında bu qədər uşaqlar. Ümid edirəm ki, yəni anlaşıqlı olub. İnşallah gələn dərslərdə görüşənə qədər.